Sərhəddə yaşayan ermənilər ağlaşır. Minalar işə düşdü. Sərhəddə güya Azərbaycan ordusunun bugün ateşkəsi pozması haqda iddiaları Qafan kəndinin inzibati rəhbəri Xaçatur Bağdasaryan da təkzib edib. Buna baxmayaraq o iradını da səsləndirib. Vurğulayıb ki, daha 2 donuz 2 gün öncə sərhədə yaxın ərazidə minaya düşərək parçalanıb. Kənddə minalardan mal-qara qalmayıb. Yalnız bir neçə donuz var. Bizim ümumiyyətlə inəyimiz yoxdur. Minalarda hamısı partlayıb. Qeyd edək ki, ermənilərin heyvanları öz əskərlərinin bastırdığı minalara düşür. Nikolun Mehriyə gəlişinin sirri, Bakının dəhliz və su tələbi. Nikol Paşinyanın həftə sonu Mehriyə səfəri Ermənistanda Zəngəzur dəhlizi açılır müzakirələrinə səbəb olub. Bu müzakirələri kəskinləşdirən amillərdən biri də Mehridə dəmir yolunun tikintisi və erməni baş nazirin bu haqda dedikləridir. Paşinyan Mehridə 2 məsələ üzərində xüsusilə dayanıb. Su itkisinin qarşısını almaq, resursları qorumaq, dəmir yolunun tikintisini həyata keçirmək. Paşinyan bildirib ki, dəmir yolunun inşası Ermənistana heç bir zərər gətirməyəcək. Bu bizə milyardlarla gəlir gətirəcək. Eyni zamanda təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik verəcək. Yükdaşıma baxımından bizə böyük fayda verəcək. O deyib. 2 həftə öncə Ermənistan hökumətinin iclasında bəyan edildi ki, Mehrinin Nüvədi kəndi ərazisində dəmir yol xəttinin yenidən inşa edilməsi nəzərdə tutulur. Paşinyan da bildirib ki, sülh qovşağı layihəsinin həyata keçirilməsi üçün zəruri hazırlıqlar görülür. Erməni baş nazirin gündəmə gətirdiyi qondarma sülh qovşağı layihəsi Zəngəzur dəhlizinə qarşı alternativ kimi irəli sürülür. Bu layihə rəsmi Bakı tərəfindən rədd edilib və Zəngəzur dəhlizinin açılması məsələsi üzərində dayanılıb. Bu o deməkdir ki, Azərbaycan razılıq verməyəcəyi təqdirdə Paşinyanın sülh qovşağı layihəsi kağız üzərində qalacaq. Mehridə yaşayan ermənilər isə Paşinyandan dəmir yolu yox, su istəyiblər. Bildiriblər ki, milyonlar qazanmaq üçün ilk növbədə su qıtlığı həll edilməlidir. Paşinyan da öz növbəsində su qıtlığının aradan qaldırılması, çayların çirkləndirilməsinin qarşısının alınması və resursların qorunmasından bəhs edib. Ermənistanda hesab edirlər ki, Paşinyanın Mehri səfəri Azərbaycan prezidenti İlham Əliyevin həm Zəngəzur dəhlizi, həm də su ehtiyatları ilə bağlı tələblərini icra etməyə hesablanıb. Erməni ekspertlər qeyd edirlər ki, Mehridə inşa ediləcək dəmir yol layihəsi Zəngəzur dəhlizinin bir hissəsi ola bilər. Ermənistanın sülh və münaqişə arasında seçim etmək zərurəti olacaq. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq. Mirzoyan İrəvanın Zəngəzur qərarını ifşa etdi. Sərkisyan. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Antalya diplomatik forumunda Bakı və İrəvan arasında əldə olunan şübhəli və konspirativ razılaşmaları ifşa edib. Bunu jurnalist David Sərkisyan deyib. O, İrəvan hökumətinin son 6 ayda Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarının yalan olduğunu bildirib. Hər dəfə dəhlizin açılmayacağını, Ermənistan ərazisindən keçidin İranla eyni şərtlər əsasında təmin edilə biləcəyini deyirdilər. Lakin Mirzoyan Antalyada Azərbaycanla daha sadələşdirilmiş prosedurun nəzərdə tutulduğunu açıqladı. Belə ki, o, dəmir yolu əlaqəsinin bərpa ediləcəyi təqdirdə daşınacaq yüklərin sadəcə Azərbaycanda yoxlanılacağı və bəyan ediləcəyini, qatarların Ermənistan sərhədini dayanmadan keçəcəyini və birbaşa Naxçıvana çatacağını söylədi. Bu, konkret şəkildə Ermənistanın dəhliz məsələsində Bakının tələbləri ilə razılaşdığı mənasına gəlir.